Ya Allah, hoş gördük. Sağ olun, hoş gelmişsiniz. Hemşe bile tedbirlerde. Sağ olun. Hoş gördük. Hoş gördük. Hoş gördük. Hadi oğlum sana da hoş gördük. Hoş geldiniz. Hemşeriler meclislerde. Sağ olun. Hoş geldiniz. Ne yakşı varsınız. Sağ olun. Mənə salamlar. Neçə belə illərə çıxasın inşallah. Sağ ol Yasir, sağ ol. Salam müəllim. Aleykümselam, aleykümselam. Mağara verir. 51 ilden sonra Allah bunu yaradana can sağlığı versin. Ne yakşı ki bunu bizim cem yıldı bir yere. Müəllim əlbəttə. Sabahkarlara Allah can sağlığı versin. Bizi yığdılar. Kəttablar bu Sağ olsun, tədarüşü adalet. görməsəydilər biz Sağ oraya olsun. yaşa bilməzdik. Sağ olsun Adalet Müəllim. Sağ olun. Sağ ol, aynı Sağ şey. olun. Sağ ol. Hoş geldiniz. Buyurun geçin. Geçin. Keyfimiz ve gururumuz birlik, şagirdi olmamızın adıdır. Demek ki boynumuzdan gelmedi, Allah'ın şartı zorunda. Bir müellim tövmetiydi derdimiz, bir tövmetten için yanıldım. Her anda bilmirdik ki bu biz bir gün hasretine ağlarız. Dünya bizim için ağlardı. Günahsız oluşundan yalvardı. Özümüzü savunanlar, özümüzü mehter sardı. Her an cümle beraber sevdik günleri, en temiz arzu günleri. Aziz məzunlar, 52 ildən sonra, məktəbimizi bitirməyimizin 52 ildən sonra biz yenidən görüşürük. Bu doğma qəsəbəmizə hoş gəlmisiniz. Sağ olun. İcazə verin, bizim məclisi aparmaq üçün bizim gözəl pedaqogumuz, bizim şairimiz, bizim həkimimiz, bizim sevinimiz, bizim canciyərimiz Ağa Nur Mammada söz verək. Qoyun bu bizim kiçik də olsa məclisimizi Ağa Nur Mammad aparsın. Ağa buyur. Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz məzunlar. Əlvarat müəllim məclisin əvvəlində qeyd elədi. Bizi məktəblərindən 52 illik bir zaman məsafəsi ayırır. Bu zaman məsafəsindən biz arxaya baxanda nələr görürük? Hansı xatirələr canlanır xəyallarımızda? İlk dəfə ağır çantalarla məktəbə getdiyimiz illər, deyib güldüyümüz qayğısız, qayğılı illər. Artıq o illərdən yarım əsrdən çox keçir. Amma yaddaşımızda o illərin hər anı, hər dəqiqəsi bizim gözəl bir xatirədir. Dahilərdən birinin bir sözü var ki, insan öz keçmişindən gülə-gülə ayrılır. Dünən kədərli olan bir hadisə də bugün bizim üçün xoş bir xatirəyə çevrilir. Müəllimlərin bizi döyməsi həmin anda
hardasa bir kədər sayılırsa, bir gün biz onu gülə-gülə xatırlayırıq. Ona görə hər bir insan öz keçmişindən gülə-gülə ayırır. Fotoşəkillərə baxırıq, keçmişimizdən gülürük, bizim uşaqlarımız belə olub, Frantos belə olub. Hamısı xatirə kimi yoldaşımızdadır. Mənim dahi Ustadım Bəxtiyar Vahabzadə yazırdı ki, elə ki itirdin gərəkliyini, dünyada hər şey itirəcəksən. Gərəkli insanın dəyərlidir. Biz də cəmiyyətdə bu yarım əsr ərzində yarmışıqsa, nəyəsə nail olmuşuqsa, gərək olmuşuqsa, onda özümüzü xoşbəxt hiss edirik. Gərəksiz bir şeir çevriləndə Musa Yaqubun bir şeiri var ki, filankəs və başqaları, artıq və başqalarının sırasında edirsən. Nə yaxşı ki, biz və başqalar sırasında getməmişik. Hərəmizin öz izi var, öz zəhmətimizlə gəlib bu mərtəbəyə çatmışıq. Kimi ali təhsili ilə, kimi zəhməti ilə, kimi sənətkarlığı ilə, hamı zəhmətçi uşaqlar olurlar. Və bugünün müstəqil adamlarıdır, valideyni, atayını, babayını, görün bizim şeirimizdən nə boyda mistiya var. Bir insan həm atadır, həm dostdur, həm qardaşdır, həm dayıdır, həm əmidir. Axırıncı mistiyası babalıq mistiyasıdır. Biz axırıncı mistiyaya gəlib qoşmuşuz, artıq bugün nəvələrimizlə fəxr edirik. İllər sübətlə gəlib keçdi. Bir şeirim var. Hanı ürəyimin hər köyünlüyü, hanı saçlarımın sıx-sıx yığımı, illər səngər qazır alnımda mənim, ateşə tutmaq üçün çağırdır. Bu səngər hanımızın alnında var, elə bir bizim zamanlarımızı yavaş-yavaş ateşə tutur və illər bizdən qopub, bir kərpiz qopub gedir. Hər il bir kərpiz qopub gedir. Hamısı salamlayıram və bugünkü günümüzdə də bir almışlar gəlsin. Məclisimizdə bir qonağımız var. Mərdam mənim yardımcıdandır, mənim təvə dostumdur. Bir patokda oxumuşuq. Sonradan bir neçə ildən sonra birimizi tapmışıq, Bakıya gedəndən sonra. Mərdam mənim adı Mərdandır, özü də mərd oğlandır. Birisi dağlılar mərd olurlar da yardımcılar, həqiqətən. Onunla bizim ünsiyyətimiz yarandı, münasibətimiz yarandı, Bakıda da arxanda otururduq, dururduq. Yəni, tələbəli illəri də özünün gözəlliyi var. Kəsilir semestr imtihanlarından Allah Sigur quşu qanadlarına bir an bu günündən oparamədi. Yer atı köməyinə yetişə bilə tələbə dünyama aparamədi. Kəsilir semestr imtihanlarından təqaid almağı müşkülə dönə. Güvənəm dostların son qəfiyinə, göz dikən nənəmin təqaidinə. Mən ha arzuluyum, mən ha alışım. Onsuz da yolu yoxdur geriyə dünya. Bir kasıb tələbə otağı kimi, səni də tutmuşum kiraya dünya. Tələbə o illərdə yazdığım bir şeirdir, Azərbaycan gəncləri qəsrində çap olunmuşdur. Mən sözü ilk öncə, hamımızın ilk öncə bizim qonaq xərvərliyimizə uyğun olaraq Mərdan qardaşıma vermək istəyirəm ki, Mərdan mənim ədəbi filologdur, ədəbiyyatşünasdır, öz təbrikini söyləsin və bizləri təbrik edesin. Buyur qardaşım. Çox sağ olun, Məhəmməd müəllim. Sinif yoldaşlarımızın 52 il bundan əvvəl məktəbi qurtarmaq münasibəti ilə tədbir keçirirsiniz, yığışmışsınız, hamınız bir masa arxasında tələbəlik illərini, şagirdlik illərini xatırlayırsınız, onların xatirələrini danışırsınız, gülürsünüz. Amma Məhəmməd müəllim üçün bir daha əlamətlərdir ki, onun burada həm də mənim kimi bir tələbə yoldaşı var. Biz də yol boyu gələ-gələ tələbəlik illərini, məktəb illərini xatırladım, onun atılışını xatırlərini yada saldım. Hamısı təbrik edirəm. Gözəl bu tədbirin müəllifi kimdirsə, təşkilatçısı kimdirsə, Allah onlardan sağlıq versin. Və iştirak edən bütün məclis iştirakçılarına
salamlarımı bildirirəm. Təbrik edirəm sizi. Uğurlu olsun, davamlı olsun. İnşallah Allah Taala qismət eləsin. 52 yox, 62, 72 və başqa illərdə qeyd edəsiniz bir yerdə. Allah hamımıza tutan sağlığı versin. Təbrik edirəm. Sinif yoldaşlarının xatirələri çox əzizdir. Çünki insanın ən yaxşı illəri o sinif məktəb illəridir. Orada ilk sevgi de var, orada ilk uğur da var, orada ilk uğursuzluğu da var. Her şey ilk göz yaşı da var. İlk göz yaşı da var. Ha, ona göre güzel gündür. Bu güzel günün təşkilatçılarına da ben təşəkkür edirəm. Bax, indi bu dəqiqə əlimdə kamera, Ədalat məndə bizi çəkir. Allah canı salamat. Özləri nə qədər kadrlara çəkirlər, özləri kadr arxasında qalırlar həmişə. Həmişə kadr arxasında qalırlar. Bu elədir, şam öz dibini işıq salmır da, başqasını işıqlandırır. Bunlar da elə operatör. Ben sizə belə Ədalat müəllim əlində telefonun birini versin, bu da öz təbii söyləsin. Bizim istidadlı sənətkarımızdır, bizim savadlı müəllimimiz Ədalatdır. Kərbalaya Ədalatdır. Sizin hamınızı görməyimə çox şad olmuşam. O cümlədən bizim qonağımız da buradadır. O da xoş gəlib. Həmişə bizim torpağımız qonaqpərvərdir. Gözü də bu torpaqdandır, bu eldəndir. Müəllimi də salamlayırıq. Şükür olsun Allah'a ki bu tədbiri də bu günləri başa vururuq. Bu görüş baş tutdu. 52 il məktəbi bitirib, yenidən görüşmək, bu bizim üçün belə xoşbəxtlikdən də xoşbəxtlikdir. Adalet mənim üçün ilahidandır. Bəli. Gün o gün olsun ki biz 60 illiyimizi, 70 illiyimizi Allah Teala bize ömür versin, onu qeyd edək. Amin. Hamınızı bir daha salamlayıram. Arzu edək ki həmişə bu kəndə, bu elə, bu obaya xeyir işlərə yığışar. Allah Teala bizə can sağlığı versin. Balalarımız xoşbəxt olsun. Biz də gələk, gülək, deyək şənlənə. Hamımız xoş gəldiniz. İnşallah. Allah'ın köməkliğine. Sağ olun. Alqış. Müəllimə qəşəng bir alqış. Değilsiniz, şişersiniz, değilsiniz yoldaşlarım. Ömrüme bebeksiniz, değilsiniz yoldaşlarım. Değilsiniz, şişersiniz, değilsiniz yoldaşlarım. Benim yaşlıdaşlarım, değilsiniz yoldaşlarım. Hem başlardaşlarım, değilsiniz yoldaşlarım. Benim yaşlıdaşlarım, değilsiniz yoldaşlarım. Hem başlardaşlarım, değilsiniz yoldaşlarım. Şişeli baharsınız, bir uzak varsınız. Ne yaxşı ki varsınız, değilsiniz yoldaşlarım. Şişeli baharsınız, bir uzak varsınız. Ne yaxşı ki varsınız, değilsiniz yoldaşlarım. Benim dostlarım, değilsiniz yoldaşlarım. Hem başlardaşlarım, değilsiniz yoldaşlarım. Benim dostlarım, değilsiniz yoldaşlarım. Hem başlardaşlarım, değilsiniz yoldaşlarım. Seher beşleme yollar, elde kalemler. Ağızda o günler, uyanıp seher beşleme yollar, elde kalemler. Benim dostlarım, değilsiniz yoldaşlarım. Başlardaşlarım, değilsiniz yoldaşlarım. Benim dostlarım, değilsiniz yoldaşlarım. Hem başlardaşlarım, değilsiniz yoldaşlarım. Şişeli baharsınız, bir güzel varsınız. Ne yaxşı ki varsınız, değilsiniz yoldaşlarım. Şişeli baharsınız, bir güzel varsınız. Ne yaxşı ki varsınız, değilsiniz yoldaşlarım. Benim dostlarım,
yoldaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım, benim can sirdaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım. Çiçeği baharsınız, bir kucaklarsınız, ne yaxşı ki varsınız, eysin yoldaşlarım. Çiçeği baharsınız, bir kucaklarsınız, ne yaxşı ki varsınız, eysin yoldaşlarım. Benim can sirdaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım. Benim can sirdaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım. Benim can sirdaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım. Benim can sirdaşlarım, eysin yoldaşlarım, hem bacı kardeşlerim, eysin yoldaşlarım. Belediye bu zibil kutusu. Nasyonda bu ömür temizlik kutusu. Yani temizlik kutusu. Yanaşma var. Neye nece yanaşırsa. Adam var gülde tikarı görür, adam var tikarı gülde görür. Bu tamam. İnsanın her şeye yanaşmasından aslında. Həkimlərin de bir yanaşması var. Bayağı adamlar tanışırdı. Ne kadar nesin həkim, hiçbir diagnoz koya bilmiyor. Bizim həkimlərimiz var. Doktor Fazil, Doktor Fahim. Bir tane periskopla bütün hastaneleri diagnozu koyuyordular. Bu kadar teknik inkişaf ediyor. Tababat acizdir. Hamdolsun Allah'a acizdir. Biri həkimə gedir. Deyir, doktor, mənim mədəm ağrıyır. Mənim dedim şey, yox, bir mədəsin zaten resepti yazır. Deyir, gələ səhər yazdır, gedib göz damcısı varsa, gözüme günde 3 damcı damcılar. Doktor, mənim mədəm ağrıyır, mənim gözüm ağrım. Deyir, kişi, sənin mədəm ağrım, sənin gözün əvvəl yiyəndə bax, gör nə yiyirsən, ondan sonra mədəm ağrıyır. Sən əvvəl bax, sənin gözün xəstədir, gör nə yiyirsən. Yani bu həkimləri belə bir insan özünün həkim olmalı. Doktor Əzullah oraya gələndə mən Mərdana bir informasiya verdim. Kısa bir informasiya verdim. Mərdan, bu bizim sinfin gözüdür. Bu bizim sinfin en savadlı həkimi olur. Şagirdi olur və həkim öz biliyiyle tıbbi üniversitesine girmək çox çətin bir məsələydir. Ben Əzullah hakkında informasyon verəndə onu uzattım onun gözündə. Doktor Əzullah'a söz verirəm. Bugünler biz buna görüşmüşük. Zarafatlara sonra geçmişimize bir nəzər salmağa. Ben bu haberi eşidəndə, Ədalət müəllim mənə zəng eləyəndə inanın ki, çox sevindim. O kadar sevindim ki, gözləyirdim ki, Hasan gələcək. Onlar bugün Hasan olacaq. Mənə zəng eləyəndə, bəyə haftasını bilmədən mən yeməkəyə hazırlaşıram. Zarafat elədim də, onlar buradaydılar. Nəysə, çok sağ olun. Bu kim təşkil edir, o var olsun. Allah can sağlığı versin bu görüşü təşkil edənlərə. Əlbəttə ki, aramızda bizim 74-cü ilin buraxılışı Ankara deyəcəm. En yaxşı buraxışlardan biri olur. Orada məktəb üzrə. Orada çoxlu indi bizim həkimlərimiz, müəllimlərimiz, şairlərimiz, injinerimiz, bütün sahalar üzrə mütəxəssislərimiz var. Hətta, məsələn, oxumayanlar, yani bir o ali təhsil almayanlar da olsa, onların da bugün güzaranı heç də bizimkilərdən əsik deyil, daha yüksəkdir. Ben hamısına can sağlığı arzu edirəm. Burada artıq danışmağa dəyməz və yenə də bu məclisi təşkil edənlərə çox sağ ol deyirəm. Var olun, sağ olun. Bala, əvvəllər hər şey olur. Əvvəllər hər şey olur, sonra qurtarır. Əvvəllər hər şey olur, həkim də olur, Türkiyə çarəsi də olur, xalq təbabəti ilə mühacir edənlər də olur. Əvvəldən sonra Doktor Zahidə söz verək. Zahid 50-də iştirak edən qismət olmayıb, 52 ildən sonra gəlib bura və özü də etiraf elədi ki, mən sağ atırdım, amma qismət oldu ki, 52 ildir. Buyur Zahid. Başta bir de müdahale eyleme. Yüzü bir sende. 6 ay geldim. 6 ay geldim. Ama indi böyle siz danışan ağa. Emirlere salam gönderdiniz. Sağ olun. Allah eylesin.
Allah onlara can sağlığı nisbət eləsin. Onun sözü deyirəm. Allah indi dedi ki de silahlarına bir söz yok. Hamısına söz vermem olmaz. Doktora indi vereceğim ben de. Allah bizim bu mehribancılığı elimizden almasın. Allah bizim balalarımızı salamat eləsin. Bizim getdiyi yollardan geçsə bizim ruhumuz şad olur. Çok sağ olun. Çok sağ olun bizi kardeşimiz. Çok değerli, güzel sözler dediniz. Ben oyla çok razıyım. Allah sana can sağlığı versin. Elbette ki ben bu günleri hele atam ölen o kadar benim gözümden yaş gelmemiş ki. Maliki 51 yıldan sonra, Akif Müellimi 52 yıldan sonra, Doktorumuz Aziz kardeşimizi 52 yıldan sonra görende ben ne de istirahat edeceğim, eziyet çektim. O sevinç görmüştü, kadem görmüştü. Ben onları ayrı ayrı Allah'ın Tanrı bilir, ayrı ayrı onların canı sağ olsun. Sağ olsunlar ki bunlar bizim fəxrimizdir. Elbette ben de özüme göre bir neyse mütefessim, neyse bacarırım. Allah'a şükür ki 5-6 yıldır bu senetle minlerle adamın ben muazzez eləmişəm. Hele bir dene defekt olmuyor. Hamısının yanında hürmet başını uzatır. Balakəmdən tutmuş. Usaleden gelmişəm. Lənkəranədən gelmişəm. Arazonlarda adım adım gezmişəm. Ben fəxr edirəm ki, ben Baradyalı balasıyam. İcamaata əlini getirmişəm. Düzdür, çörəyimi də qazanmışam. Ancaq onlara mən böyük dediləmişəm. Boradyanın adı deyil, haradansam deyir Boradyanı. Deyir Boradyan haradadır? Deyirəm Masallıda. Masallı'nın adını Boradyanla mən eyni tutmuşam ki, bizim Boradyanı fəxrliyir. Mən sizin hamınıza ayrı-ayrıda can sağlığı arzu edirəm. Mənə oldu, bu gözəl bu ziyafət mənə nəsib oldu. Mən buna görə sizə minnətdarım. Ədalət mənim sizə də, Nurməhəmməd mənim sizə də, qonağımız sizə də çox sağ olun ki, yalnız sizə tanıdı. Yasər müəllim də ki, təbrik yaptılar. Çox sağ olun. Əziz hörmətli sinif yoldaşlarım, qonağımız. Mən sizə hamıza salamlayıram. Burada indi həkim də var, mühəndis də var, müəllim də var, köşəsindən asılı olmayanlar. Qananda da var. Yasar qardaşımız da var, xanəndəmiz də var. Qananda. 73-cü millət. Mən hamıza salamlayıram. Allah sizin canınızı sağ eləsin. Həmişə belə yığışan, həmişə belə mehriban olan. Gülər, hayır, elə yoldaş var, neçə illərdir bizi görmürdü. Uşaqlar var, həmişə görürəm. Əlaqə saxlayıram. Allah hamısının canı sağ olsun. Bahavi, Misiri, Zahidi, Yasay qardaşımızı, qonağımızı, müəllimimizi, şairimizi, paradamızı, hamısı, Cavanşiri, hamısını salamlayıram. Allah bizə gələcək günlərimizi, övladlarımızı, hamısı xeyr eləsin, qəşəng eləsin, həmişə yuşal, yad edək. Sağ olun. Sağ olun. Bayağı ben söz verəndə Misir dostumuzun oğlu Aqil Moskvadan zəng eləmişdi. Ben doğrudan başa düşmədim. Ben mikrofonu dayandırardım, onu sesli mikrofona koyardım. Ama uşaq gör nə deyim? Deyim, mən utanmam, lazım deyil, mən təbrik edelim, mənim adımda müəllim sözdür. Ben Aqil'in müəllim olmuşam. Onun tərbiyəsi, məmnuniyyəti ailədən gəlir. Ailə tərbiyəsi başqa şeydir. Aqil o kadar güzel şagirdimiz olub ki, o kadar həyalı, abırlı, hörmətli şagirdlərimizdən olub. İndi də harada görsə, indi mən onu görsə bəlkə də tanımaram, bilirlər ki, bu tarixi günləri həmişə təkrar eləsinlər. Aqil balamızı Allah qorusun. Moskvada, qərib yerdə olan bütün evladlarımızı Allah qorusun. Allah onlar üçün ruzi bərəkət getirsin. Deyirdi ki, köhnə dostlar var, bir də köhnəlmiş dostlar var. Ədəvə Bakir deyirdi, tələsmə ədəvə. Coşdu qəlbimdə yenə, sevda nədəndir tazədən, eşq bağında açan, gülşən çəməndir tazədən. Gəncliyə peyda olubdu, sərvər-i növrəstəyəm.
Saçlara tek düşen de taze demdir, taze dem. İnsanoğlu nimeti her tazesinden zevk alır. Teyze dostun köhnesi daim şirindir tazeden. Bizim köhne dostlarımızdan təşkilatçı bütün dostları bir araya getiren, paramparça olan dostları bir araya yıkan Kerbala'ya Zakir'e söz vermek istiyorum. Allah ona değmesin. Sağ olun arkadaşlar. Biz kənddə olan yoldaşlar, dostlar, sinif yoldaşları çok şadıq ki bizim qəribdir, Azərbaycan eyni torpaqdır, eyni məkandır, eyni ölkəmizdir. Uzaqdan gələn dostlar bu günləri zəhmət çəkib uzaq yol gəliblər. Mən onları xüsusilə salamlayıram, Mərdəm müəllimdə başda olmaqla. Bugünkü gün həqiqətən əlamətlər günlərdən biridir. Allah vaxt farkı 50 illikdə arzu edirdi ki, 51'i, 52'də qismət olub. İnşallah nə qədər Allah məsləhət bilsə, o qədər görüşək, bir yerdə olan, səmimi olan. Sizin hamınıza xoş gəldin deyirəm, hamınıza çox sağ ol deyirəm. Sahib gələn yoldaşlar, deməli bizim fikrimizdən keçən nə qədər dostlar, yoldaşlar vardı, təklif eləmişik, hamısı bugün burada iştirak edirlər. İndi uzaqda, Respublikada uzaqlarda olanları deyə bilmərəm, Allah onlara da can sağlığı versin. Məqsəd, ben gələndə Akif üçün yolda bir dənə şehir dedim, Əlaqabadi şehri, qısa bir sətir dedim. Mən dedim ki, məqsədin nə meydir, nə meyxanadır, didar yarı görməyə, bunlar bir bahanədir. Bugünkü görüş, biz hər yerdə görüşə bilərdik. Eminim bugün burada, bu bölgede, hansı ki 50 ilimizi burada qeyd eləmişik, burada görüşməyin tamam ləzzəti başqa şeydir. Çünki bu məkan bizim məkanımızdır. Biz burada doğulmuşuq, burada məktəbi qurtarmışuq, burada ayrılmışıq, burada yenə birləşmişik bugün buradayıq. Allah sizə hamımıza can sağlığı versin. Mən təxminən bir 30 il bundan qabaq, bəlkə də biraz da çox. Rəhməti Ali sahibin qəbrisdə getdi. Ali Panama atası Ali sahibin qəbrisdə. Orada Ali sahibinlə rəhməti Əlaqabadi dost olurlar. Vahid orada sahibcim, hani sağlığında bir tane şehir yoktu. Ben onu bile okudum, o kadar bana hoş tersi bağışladı. Hala benim beynimde bir 40 yıl bundan baba bir şey okumuşum. Baştaşında. Orada yazır ki, neydi ben o gülü canım alandan sonra, ne gerek bülbüle gül, bu adı kazandan sonra. Ne kadar indi cavansan, çalışıyoruz qədrini bil, kim sənə rəhm edəcəkdir qocalandan sonra. Demə vahid, sahib sənə qiymət verdi, o bilər qədrini əvvəl öləndən sonra. Bu şehir çok güzel şehirdir, həm də ki bir budaq, ağacın bir budağı olduğu kimi, bunun bir budağı da gəlib bizə çıxır. Bu iki bu dostlara çıxır, başa düşdüm. Arzu edirəm ki, heç vaxtı biz birbirimizi unutuyaq. Ən pis günümüz belə keçsin. Məclisin təşkilatçılığında Əqrab müəllimə də minnətdarlığımı bildirirəm. Çok sağ olsun. Sağ olsun. Hamımızın təşəbbüsü ilə. Özüme de minnettarım. Ev yox deyim, mən... Mahmut bilmeze Haluk bilir. Sağ ol. Təşəbbüsü yarattı və Allah bizə qismət elədi, buna nail olduq. Ben sizi hamısı öpürəm, bağrıma basıram. Bizim aramızda olmayan dostlar, hansı ki bizi tərk edirlər, dünyalarını dəyişirlər, Allah onlara rəhmət eləsin. Bütün qalanlara can sağlığı arzulayıram. Sağ ol kardeş. Özü burada olmayanların da ürəyi buradadır. Onlara da can sağlığı arzulayıram. Sağ olun, öpürəm, bağrıma basıram. Sağ olun. Sağ ol. Sağ ol. Sağ ol. Üstüne daykalı beraber hamili Üstüne daykalı beraber hamili Seninle olur kederim ağrım Eyler misin ey donandı kerahım Seninle olur kederim ağrım
sevmişimden aldım. Benim sevimli olacaktım. Ümidim isteymişimden aldım. Benim sevimli olacaktım. Yeşilden sabahına gelen yeşilden sabahına gelen köy şöylesinden ödemesinler köy şöylesinden ödemesinler Bahada ışığı olan sabahın benim sevdiğim olacak Bahada ışığı olan sabahın benim sevimli olacak Ümidi isteymişimden aldım benim sevimli olacak Ümidi isteymişimden aldım benim sevimli olacak Bugün bizim məclisimizdə bizim gözəl qardaşımız, savadlı qardaşımız, əzab əziyyətlə böyüyən, öz biliyi ilə, savadı ilə gedib neft və kimya instruktora, part şkolaya qədər gedib çıxarayıb ki, Sovet hökuməti dağılmasaydı, Akif indi icra hakimiydi. Hamdolsun Allah'a deyil. Mən Akifə bir də Vahaba söz vermək istəyirəm. Yəni Bakıda qonşudurlar bunlar. İkisinə söz vermək istəyirəm təbriklərdir. Akif qardaş, Əli Əvaydı günləri var indi deyil. Görmək olsun. Bugün bizim hər birimiz üçün çox əlamətli bir gündür, çox sevincli bir gündür. Sağ ol, yaxşı gəlmə. Demək, bir il ərzində biz bu günü gözləmişik, bu gün gəlib bizə qismət olur. Mən hamınıza can sağlığı arzulayıram. Bugün biz nə qədər sevinirik, hamımız eyni dərəcədə sevinirik. Onun fərqi yoxdur. Hamımız eyni dərəcədə sevinirik. Mən sizin hamınıza can sağlığı arzulayıram. Çox sağ ol. Arzu edirəm ki, həmişə bir-birimizin xoş günlərinə yığışaq. Amin. Həmişə bir-birimizin xoş günlərinə yığışaq. Və bugünkü tədbirə görə bu tədbir öz-özündən əmələ gəlmir. Bəli. 3 nəfər adamı bir yerə yığmaq mümkün deyil. Gəlirsən sən hər yerdə şey keçirək. Bugünkü bu tədbirin baş tutmasında, təşəbbüskarı baş tutmasında, əmələ gəlməsində Əhmədov Ədalətə, Əkbərov Zakirə, onların əməyi böyüdür, onlar təşkil ediblər. Həqiqətdir. Ona görə mən onlara dərin təşəkkürümü bildirirəm. Allah onlara can sağlığı versin. Həmişə bu tədbiri davam eləsinlər, ilbəyə davam eləsinlər. Mən sizin hamınızı öpürəm, bağrıma basıram, sənin müqaddən sağlıq verirəm, bağrıma basıram, öpürəm və arzu edirəm ki, həmişə belə xoş günlərdə görüşək. Hamı kimi mən də sevinirəm. Allah bu gün bizə nəsib elədi inşallah. 52 illik. Allah eləsin ki 53, 55, 60 ilimizi qeyd edək. Allah bizlər həmişə bir-birinə mehriban eləsin inşallah. Onsuz da bizim mehribanı. Demək olar ki, bütün siniflərdən ən mehribanı bizim 74-cü ilin buraxılışıdır. Allah hamımızın canı salamat eləsin inşallah. Allah'tan arzu budur ki, Allah bizə həmişə belə gözəl günlərdə, Allah sizin həmişə nəvələrinizə, yaxınlarınızə, nəfərlərlə, soğalarınızı müsbət eləsin. Orada iştirak edin. Hamımızı öpürəm, bağrıma basıram. Thank you.
sevirəm söylədiyim söz düşərək mərcandır Bu vaxta qaldı, gözəl bu vaxta qaldı Yoxsa o sevirəm söylədiyim söz düşərək mərcandır Bu vaxta qaldı, ay gözəl bu vaxta qaldı Gülləri al gəzir, hava bürkülür Eyvanda durmuşam, boynu bükülür Ki eşqimizə sona bölünür Uçuruyor üstəki Bu vaxta qaldı, ay gözəl bu vaxta qaldı Ki eşqimizin sona bölünür Uçuruyor üstəki Bu vaxta qaldı, ay gözəl bu vaxta qaldı Gönül çağır Bizim bütün məclislərimizin yaraşığı, bütün məclislərimin təşkilatçılığına kömək edən, yumorları ilə, zarafatları ilə məclisimizə zövq, ləzzət qatan, gündə bir-birini qıran və axşam çağı barışır iki dostu söz verir. Misil və Yasər. Alışıya olarım. Elə bir ki, mənə söz verdim, mən dedim, bu adam əziz dedim, 6 ayda da yeni vaxtı təyin edilən adamım. Ama dediğim söz kimse kalbine dokunmamaktır. Bugün olmaz. Hayat da sınavdan ibarettir. Ben bir misali onun için çekmek istedim ki indi cavanlığımızda 70 nesenliyle 75, 78 arasında olan söyledi. Spartak Moskva'da dolanıyordu. Dinamo-Kiev bir ne olurdu Spartak'ı. Bütün gazete Spartak'ı tarihlerini böyle oynuyordu. Labanowski'ye bir tane sual verdiler ki oyun nasıl çarptırdı. Dedi ki vakit alacak. Gazeteleri, o vakti internet yoktu. Açacağıyla gözlerden ki o da Spartak Moskva bir no Dinamo-Kiev Spartak Moskva bir ne olurdu. Dedi falanca o şenlik var o alıştır katalizatör. Katalizatör yazardı. Allah'ın canını sağlamak dilesin. Kardeş. Allah sizi hoş bakıyorsun. Canlı sağ olun. Sen bir yan. Ondan Nasıl oldun sen bundan? Ayakta. o dolayından söhbət ediyor. Taşıyatçılar sağ olsun. Ben de demişim. Hardan oturur? Hardan oturur? Almalı ildə üçündə bir de var. Son üçündə. Genişleri. İldə il olsun da olsun. Təşkil olunsun məclis. Təşkil edirlər, sağ olsunlar. Oturmuşum dostlarla, kardeşlerle. Güzel. Ben hamınıza can sağlığı, uzun ömür, nava nəticə, kötücə görmək, bugün olsun kötücə görəsin inşallah. Ben nəticəni görmüşəm. Ben de gördüm. İnşallah kısmet olan kötücə də görürəm. Sen de Ben size de arzu edirəm. İnşallah cəmiyyəm, üstolla, baham. Kötücə görərsin inşallah. Allah canınızı sağ olun. Sağ olun, var olun. Həmişə xoş günlərə yaşayın. Sağ olun. Sevgide defterim çok çekip başım ağır dostum. Güvenliklerim saklılar beni. Özgesiyle bir tuttular beni.
başım, yaralar dostum. Burada iki tane savaşı kardeşimiz işleyecek. Bak! İki tane savaşı. Yol boyu gelmişim, ikisi kavakta oturur. İki tane şiir oturur kavakta. Şiir bozana biridir. Sen ki makamda şiirler şiir. Şiir cavan da olsa şiirdir, kozu da olsa şiir. Allah işinden cansın. Ben iki savaşını söz vermek istedim. Ben sizin halkınızı tebrik ediyorum ki siz burada iştirak edirsiniz. Çok karşı olmalı. Oyun olsun, gelenlikle gelay bura, oturar, yer, içer, şenlenir. Allah size hamımıza kömək olsun. Sağ ol arkadaşlar. Sağ ol. Mehriban görən, deyər, gülər, yedik çörəyə qiymət verir ölənə qədər. Bu sizin bu dostluğunuz Əbədi yaşasın. həbədə yaşasın, həmişələr yadda olsun. Axarıncı olsun, axarıncı. Hələ gələn qeyd Biz sizdən xatırı görə deyirəm. Buyurun. Bizim güzel Asaf kardeşimiz, Müşahir kardeşimiz, Nizami kardeşimiz söz diyeceğim. Onların da temsilcileri şimdi. Bir alışlar gelsin. Yalnız görüştük, salamlaştık, görüştük. Bir de salam verəm oldu. İllər çox sürətlə gedir. 50-dən 60'a doğru ilerlemişik, 62'dir. Çok şadım ki Allah çok şükürler olsun ki bugün de bize kısmet oldu ki alıp qeyd ediyoruz. Allah kısmet eləsin. 53-54 ile 60'a kimi ondan sonra bakarız. Amin, amin inşallah. Ağrıya, can sağlığı, həmişə belə, hər il belə görüşlər keçirək, mehriban, gülək, Allah hamıya can Gün o sağlığı gün olsun ki versin. gələn ildə iştirak edək. Gələn ildə iştirak edək. Salamlayıram hamımızı. Salamlıyla inşallah hamımızı. Gələn də iştirak edir. Sağ ol. Sağ ol. Verin, verin. Gəlin, otursana. Şöyle. Vallahi hamısı Allah varlasın. Hada diğer sözlere şerike. Yaza gel ağrıdı. Çalsın taze beyin havası. Güzel bir kuyum satın sedası. Çalsın taze beyin havası. Mübarek olsun, mübarek olsun. İyi mübarek olsun, mübarek olsun. Sakla gönlümüzün yaptığı bu toy, dünyada en güzel arzu. Sakla gönlümüzün yaptığı bu toy, dünyada en güzel arzu. Mübarek olsun, mübarek olsun, iyi mübarek olsun, mübarek olsun. Analar kucağısını başlayın, olsun yaşasın kadınlar yaşayın. Analar kucağısını başlayın, olsun yaşasın kadınlar yaşayın. Mübarek olsun, mübarek olsun, iyi mübarek olsun, mübarek olsun.